İçində belə elələri var ki, az sənin nəslindəki kişiləri otuzdurarlar, niprav çıxardıb göndərərlər sənin yanına. Başa düşürsən, mənim nəslimdə elə kişilər var. Eləməyin, nə olar? Belə şeylər atmayın. Çox sağ olun. Çox sağ olun, minnətdarım. Balaya dəymək olmaz. Mən sənə adam kimi dedim ki, bala söymə. Ay qancıq. Ay şərəfsiz, ləyaqətsiz. Sənə dedim ki, cəmatın balasını söymə, sən indi mənim balamı söydürürsən. Sənə o söyüşləri bir yedizdirməyənə qədər səndən əl çəkməyəcəm. Sənə kişi qızı kimi söz verirəm. Fərmanın qızı kimi yox ha. Afət kimi yox. Bağmanın qızı kimi sənə söz verirəm. Mənim balama ünvanladığın söyüşləri sənə yedizdirəcəm Afət. Sənə yedizdirəcəm ay qoca kaftar. Hamısını. Yetər ki Azərbaycana gəl. Yetər ki vətənivə gəl. İndi göstərirəm sizə yazışmanı. Necə ki mənə bugün yazıblar. Əgər o mesajı mən yazdırmışamsa balam ölsün. Əgər mən onu özümdən uydururamsa balam ölsün. Aygül çox sağ ol həyatım, minnətdaram. Gözəl hədiyyələrin üçün minnətdaram, çox sağ olun. Allah şahidimdir. Bax məni görmüsüz canlı açıb oturub burada nəyinsə xətrini PK oynayan və yaxud məni görmüsüz yox. Mən ümumiyyətlə bax 11900 nəfər adam izləyir məni. Siz görmüsüz mən burada oturum hədiyyə dilənim kimdənsə. Mənim qanım götürmür mənim balamın söyülməyini. Mənim qanım, qeyrətim götürmür. Şərəfsiz alçaq. Sənin nəslində bir dənə kişi yoxdur. Az yoxdur sənin nəslində bir dənə kişi. Sənin ağzının üstündə vurub otustura bilmirlər yerində. Namussuz, qeyrətsiz, arsız. Baxın indi yazılan rəylərə. Sadəcə çox saxlamaq olmur telefonu. Ona görə mən test göndərəcəm. Baxın. Bir dəqiqə. Salam Sevinç xanım. Neçə gündür izləyirəm, amma yaza bilmirəm. Deməli, Mamet ailəli olub. Birinci yoldaşından bir qızı var. Sonra başqası ilə evlənir. 2 uşağı olur. Yaşayırdılar. Afət toya çağırılmışdı. Toyda qaş-göz elədi. Mamet başlatdı ondan gəzməyə. Türkiyəyə getdilər. Geri gələndə arvadı bildi. Davazat çıxdı. Getdi qız. Sonra bu gəldi. Mingirlədi üstünə. Bilməm də o nə deməkdir. Mamet bildiyin iş verən. Cəmaatın 19 yaşlı uşağına srok verdirdi. Güya qızına Mamedin zorakılıq ediblər. Şəhərdə onları bir cındır kimi tanıyırlar. Yetəni polisə verirlər. İndi bir dəqiqə. Hə. Bir dəqiqə. Adı istəmirəm görsənsin. Bunu yazanın adı görsənsin istəmirəm. Hə. Cəmaatın 19 yaşlı uşağına srok verdirdilər. Güya qızına Mamedin zorakılıq edib. Hə bir dəqiqə. Afət boşatdırıb Mamedi yazmışam. Bəli, gəlin evdə idi. 1 il gəzdi, sonra qız bildi, getdi. Vay, çox sağ olun yazdığınız üçün. İnsanlara isə özünü namuslu göstərir. Bir dəqiqə. Və bir dəqiqə çöndərəm kameranı. Mən bir də təkrarlayıram. Bax 11900 nəfərin içində. Əgər mən bunu hansısa dostuma yazdırmışamsa, əgər mənim hansısa bir fake profilim var, oradan yazmışamsa, əgər mən nə bilim, bunu nəysə bir qurmadısa eləmişəmsə, mənim balam ölsün. Görün nə deyirəm? Mən şər yaxıramsa, böhtan yaxıramsa, oyun oynayıramsa, mənim balam ölsün. Gördünüz nə deyirəm? Mənə bax belə, bəlkə ondan çox mesaj gəlib. Mənim ailəmi dağıtdı o qadın, Ramiz, Namiz, Rusiyada yaşayan Ramiz və Namiz dostlardı ikisi də. İkisi də birinə qız çıxardırmış, birinə özünü sırıyırmış, nə bilim, neyinirmiş. Başa düşdünüz? Yəni bax, belə şeylər yazılır. Mən həyatım boyu heç kimə belə söhbətlər eləməmişəm. Belə şərlər yaxmamışam. Görmüsünüz? Müjgandır. Bəli, Müjganı paylaşdım. Niyə? Çünki xalq bezmişdi onun əlindən, onun söyüşlərindən. Oturub cəmaatın pulu ilə dolanıb cəmaatı söyürdü. Mən burada cəmaatı söymürəm. Mən bir adamı söyürəm, yaxşı eləyirəm. Mənim polisim ona qarşı tədbir görsün, mənə qarşı yox. Nə lazımdır daxili işlərə göstərmişəm. Nə lazımdır daxili işlərə hər birini təqdim etmişəm. Hansı 100K yığıb polis bölməsinə yox ha, birbaşa daxili işlərin özünə. Bu insan
Azərbaycan vətəndaşının adına, qadın adına, xanım adına, ana adına ləkədir. Bir mənalı. Mən bir də sizə sual verim. Görmüsünüz mən kiməsə belə şeylərin şərini atım? Görmüsünüz? Görmüsünüz mən nə vaxt canlı açıb belə agresiv danışım? Görmüsünüz? Yox. Eləyən insan deyiləm mən. Sözüm olanda videomu çəkərəm, tənqidimi eləyərəm, ondan da bitər gedər. Çox sağ olun. Allah razı olsun xoş sözləriniz üçün. Yazmısınız arxandayıq. Allah razı olsun. Toma çox sağ ol. Mən sizlərə də güvənərək nə isə demirəm ha bu arada. Mənim əgər haqsızlıq etdiyim bir moment varsa, kiməsə şər atıramsa, əgər kiməsə durduq yerə ilişirəmsə, durub video paylaşıb gördüm. Məni də Allah öldürsün. Əgər durduq yerə kiməsə ilişirəm, mən durduq yerə ilişməmişəm axı. Deyir ki, hansı əyri çəp, əyri ayaq, əyri qılça, gözü çəp məni öyrədib salıb ortaya. Adın denən görə bilək kimdir də məni öyrədən. Sübutun varsa çıx ortaya, ad qoy, sübut qoy. Denən ki, məni kimsə öyrədib. Kütləyə çox etibar yoxdur. Yox, mənim arxamda kifayət qədər gözəl insanlar olub, onlarla gözəl işlər görmüşəm. Siz adı yazırsınız burada. Bayaq Instagramda da o adı yazdılar. Mən o qadınla onun heç bir davasını görməmişəm axı. Nayzənin yazırsınız. Nayzənin xanım hörmətli, sayılan, seçilən sənətkarlarımızdan deyil, bizim illərinin Nayzənidir. Mən bir dənə görməmişəm Nayzənin xanım hansısa bir qalmaqala girsin, hansısa. Mən onu